Hər vaxtınız xeyir. Bu videoda şəxsi ilimizin hesablanmasını öyrənəcəyik. Şəxsi ilin hesablanması numerologiyada təqvim ili ilə deyil, insanın doğum günündən növbəti doğum gününə qədər götürülür. Yəni şəxsi il heç vaxt 1 yanvardan başlamır. Məsələn, doğum tarixi 17.07.1983-cü il olan bir insan üçün şəxsi 2026 ili onun doğum tarixinin 2026-cı ilindən başlayır və 17.07.2027-ci il tarixə qədər davam edir. Bu səbəbdən 1 yanvar şəxsi il hesablamasında əsas götürülmür. Şəxsi ili hesablamaq üçün doğum gününün rəqəmləri, doğum ayı və cari ilin rəqəmləri toplanır. Alınan nəticə şəxsi ilin enerjisini göstərir. Burada çox vacib bir qayda var. Əgər hesablamanın nəticəsi 22 daxil olmaqla 2 rəqəmli alınırsa, bu rəqəmlər bir rəqəmliyə endirilmir. Amma 22-dən sonra alınan bütün rəqəmlər bir rəqəmliyə endirilir. Bu hesablamanı təkcə cari il üçün yox, istənilən il üçün edə bilərsiniz. Hər bir ili ayrıca hesablayaraq, həmin ilin həyatınızda necə keçdiyini analiz edə, hansı mövzuların ön plana çıxdığını daha aydın görə bilərsiniz. Hətta keçmiş illəri də hesablayaraq, o dövrlərdə yaşadığınız hadisələri, dərsləri və təcrübələri şəxsi ilin enerjisi ilə müqayisə edib, daha dərin anlayış əldə etmək mümkündür. Əgər hesablamadan sonra 16 rəqəmi alındısa, bu il sizin üçün azadlıq və dönüşüm ili olacaq. Amma bu yalnız sizin özünüzdən asılıdır. Əgər həyatda nəyəsə tutulmusunuzsa, dəyərləriniz çox vaxt illüziya ola bilər. Əgər daxili qarşıdurma və mübahisə hiss edirsinizsə, geri çəkilmək və hər şeyin öz axarı ilə getməsinə icazə vermək daha doğru olacaq. Çünki nə qədər mübarizə aparsanız, situasiya sizi o qədər sürətlə geri çəkilməyə məcbur edəcək. İndi sizdən tələb olunan köhnə qaydalar, inanc və vəziyyətlərdən azad olmaq üçün cəsarət tapmaqdır. Bu dəyişiklikləri taleyin mənasız sərbəsi kimi deyil, inkişaf yolunda vacib bir addım kimi qəbul edin. Bu dövr adətən insanın həyatında olan, dəyər verdiyi sahələrdə itkilərlə müşahidə olunur. Yaxın münasibətlər, pul, mövqeyiniz, hakimiyyət, iş. Nə qədər möhkəm tutsanız, o qədər itki ehtimalı yüksəkdir. Bu böhran insanı oyanışa, perspektivləri dəyişməyə və fərqli yaşamağa çağırır. Keçmiş həyat tərzi, vərdişlər və dünya görüşünü buraxmalı, şəxsi dəyərləri yenidən qiymətləndirməlisiniz. Psixologiyadan astrologiyaya qədər müxtəlif dərin biliklər və təlimlər sizə kömək edəcək. Özünüzü tanımaq və yeni biliklər qazanmaq üçün əvvəl etmədiyiniz şeyləri sınayın. Məhdudiyyətlər və sadə askezlər tətbiq edin. Səyahətlər, hobbilər və yeni tanışlıqlar bu dövrdə xüsusilə faydalıdır. Əsas odur ki, rahatlıq zonasını tərk edin. Hətta bu narahat və gözlənilməz olsa belə. Əgər hər şey planlandığı kimi alınmasa, narahat olmayın. Yeni dövr üçün kifayət qədər zaman olacaq. Əsas odur ki, ambisiyaları və həddindən artıq eqonu tənzimləyəsiniz. Həyatın mənasını dərk etmək, ruhani inkişaf, artan şüurluluq, köhnə düşüncə və inanc strukturlarının dağılması və yerinə yeni, sağlam baxışların gəlməsi, uzun müddət qarşı durduğunuz dəyişiklikləri qəbul etmək, müsbət nəticələr verən, tək qalma və meditasiya, sevgi və yaradıcı inkişaf, mənzildə təmir və ya daşınmaz əmlak sahəsində yeniliklər kimi müsbət tərəflər həyatınıza gələ bilər. Amma mənfi tərəflərdə isə hər şeyin dağılması, məsələn, texnika, sağlamlıq və münasibətlər, müqavimət göstərdiyiniz köhnə strukturlara görə stres və qarşıdurmalar, qəfil iş dəyişiklikləri, işdən çıxarılma və ya kəskin ayrılıqlar kimi. Sağlamlıq baxımından bədən üçün təmir ehtiyacı olan bir ildir. Analizlərdən keçmək və diş həkiminə müraciət tövsiyə olunur. İş və maliyyə baxımından isə
Dəyişikliklər müəssisənin bağlanması və ya əvvəl sabit görünən planlarda qəfil uğursuzluq ola bilər. Lakin bu sarsıntıdan sonra siz özünüzü azad və rahat hiss edəcəksiniz. Şəxsi münasibətlər baxımından əvvəl sabit görünən münasibətlər pozula bilər. Sevgi və ya dostluq ciddi sınaqlardan keçə bilər və yaxınlar barədə baxışlarınız dəyişə bilər. Əgər hesablamadan sonra 17 rəqəmi alındısa, bu il sizin üçün gələcəyə ümid və yeni başlanğıclar ili olacaq. Xüsusilə həyatınızda qara dövrü arxada qoymusunuzsa və ya uzunmüddətli böhrandan çıxmısınızsa, bu il yeni ümidlərin və fürsətlərin başlanğıcıdır. Bu əsasən sevgi və tərəfdaşlıq münasibətləri ilə bağlı olacaq. İndi vəziyyətinizə daha yüksək baxış bucağından nəzər salın və görəcəksiniz ki, qarşınızda çox gözəl imkanlar var və siz böyük potensiala maliksiniz. Bu dövr xüsusilə yaradıcı, çox istedadlı və müxtəlif hobbiləri olan insanlar üçün əlverişlidir. İctimaiyyət qarşısında görünməyə alışqan olmasanız da, bu dövr sizə dünyaya özünü göstərmək, şöhrət və tanınma qazanmaq fürsəti verəcək. Gələcək dəyişikliklərə hazır olmaq çox vacibdir. İmicinizi dəyişmək, xarici görüşünüz və özünə inam üzərində işləmək faydalıdır. Tələb olunan bacarıqları, xarizmanı və təbii istedadları inkişaf etdirin. İctimai yerlərdə, tədbirlərdə, sərgilərdə və partiyalarda iştirak edin. İlhamı istənilən yerdə tapa bilərsiniz. Bu dövrdə hobbiniz peşəyə çevrilə, həm tanınma, həm status, həm də maddi rifah gətirə bilər. Bacarıqlarınızı, yaradıcılığınızı və biliklərinizi buna yönəldin. Özünüzə inamı inkişaf etdirmək, daxili dünyanızı insanlara açmaq vacibdir. İctimai çıxışlar və diqqət mərkəzində olacağınız tədbirlər arzuladığınız nəticəni əldə etməyə imkan verəcək. Müsbət tərəflərdə ictimai tədbirlərdə iştirak, özünü göstərmək, yüksək məqsədlər, nailiyyətlər, geniş perspektivlər, gözlənilməz kömək, şöhrət qazanmaq, peşəkarlığın artırılması, özünü tapmaq və inkişaf etdirmək, yaradıcı fəaliyyətlərin müvəffəqiyyətlə nəticələnməsi, problemlərin həlli, səyahətlər, tədbirlər, insanlar qarşısına cazibədarlıq və eksperiment etmək kimi hallar yaşaya bilərsiniz. Amma əgər bu rəqəmin mənfi tərəfini yaşasanız, həddindən artıq ambisiyalar uğursuzluğa səbəb ola bilər. Peşəkarlıq çatışmazlığı və özünü böyük görmə nəticə verməyəcək. İnsanlarla ünsiyyət qurmaqdan imtina, inamsızlıq, fürsətləri əldən vermək, uzunmüddətli nəticənin olmaması, sönük ulduz halı, enerjisizlik və geri çəkilmək kimi hallar yaşaya bilərsiniz. Sağlamlıq baxımından isə enerji və həyat gücünün bərpası, yaxşı sağlamlıq, tam sağalma kimi, mənfi halda isə allergiya və ya bəzi maddələrə dözümsüzlük kimi hallar yaşaya bilərsiniz. İş və maliyyə baxımından yeni karyeranın başlanğıcı, əvvəlki işin davamı və ya tam yeni sahəyə keçid, aparılan danışıqlar və layihələr uzun müddətli uğur vəd edəcək. Şəxsi münasibətlərdə isə yeni tanışlıqlar, əlaqələr baş verəcək. İlk baxışdan təsadüfi görünə bilər, lakin uzun illər üçün əhəmiyyətli nəticələr doğuracaq. Əgər hesablamadan sonra 18 aldınızsa, bu il sizin üçün yeni, həyəcanlı, amma çətin bir yola qədəm qoyan il olacaq. Bu yol qorxu ilə üz-üzə gələcəyiniz bir sahəyə aparır. Uğur qazansanız, nəticə ən cəsarətli gözləntilərinizi də üstləyə bilər. Lakin bu il qəhrəmanlıq göstərmək və ya təhlükəni lazımsız sınamaq vaxtı deyil. Əsas diqqətiniz təhlükədən uzaq durmaqdır. Hər addımınıza diqqət yetirməyi vacibdir. Çünki istiqamətdən yayınmaq riski yüksəkdir. Bu dövr şəxsiyyətinizin dərin qatlarını, daxili səsinizi və emosiyalarınızı daha yaxından tanış olmaq üçün əlverişli ildir. Emosional həssaslıq artacaq, diqqət və empatiya vacib rol oynayacaq. Özünüzü inkişaf etdirmək, evinizi və həyat mühitinizi nizamlamanız, psixoloji balansı qorumağınız tövsiyə olunur. Ana və qadınlarla münasibətləri yaxşılaşdırmaq, onların xarakterini anlamağa çalışmaq faydalıdır.
Düşüncələriniz və arzularınızın reallaşması üçün diqqətli olun. Pozitiv düşüncələr müsbət nəticələr verəcək. Mənfi düşüncələr isə əks təsir göstərə bilər. Müsbət tərəflərdə yaradıcı özünü ifadə etmə, eksperimentlər, fantaziyalar, psixoloji təcrübələr, metodların öyrənilməsi, gələcək üçün vizualizasiya və arzuların materiallaşması, neqativ enerjidən uzaq durmaq, ayın dövrlərinə diqqət yetirmək, pozitiv düşüncələrə yüksək frekansda qalmaq kimi hallar yaşaya bilərsiniz. Mənfi tərəfdə isə qorxular, fobiya, qeyri-müəyyənlik, özünə inamın azlığı, emosional partlayışlar, psixoloji çətinliklər, real həyatdan qaçmaq istəyi, internet və oyunlarda həddindən artıq vaxt sərf etmək, mənfi düşüncələri özününküləşdirmək kimi hallar yaşaya bilərsiniz. Sağlamlığınız isə psixoloji gərginlik, asılılıqlar, yuxu pozuntuları, bədən maye balansının pozulması kimi mənfi hallarda yaşaya bilərsiniz. Unutmayın ki, bu sizin neqativ düşüncənizdən yarana bilər. İş və maliyyə baxımından işdə sabitlik çatışmazlığı, gələcəyə qeyri-müəyyən baxış, keçici vəziyyətlər, gözlənilməz dəyişikliklər, struktur dəyişiklikləri və müəmmalı hadisələr yaşaya bilərsiniz. Şəxsi münasibətlərinizdə isə tərəfdaşın səmimiyyəti və niyyətləri ilə bağlı problemlər yaşaya, gizli motivlər, yalan və ikiyüzlülük riski, etibar və razılaşma məsələlərinin çətinləşməsi kimi hallar ola bilər. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.